Dayə işi var yoldaşlar. Bu dayə işi 800 manatlıq bir dayə işidir. Bu Səbəli rayonundadır. Sizdən nə tələb olunur? Uşaqlardan iş təcrübəsi. Misal üçün, dayə olmusunuzsa və yaxud da müəllim olmusunuzsa, müraciət edə bilərsiniz bu işə. Məsuliyyətlisinizsə, bu işə müraciət edə bilərsiniz. Belə bir işdir. Nə tələb olunur sizdən? 2 dil bilməlisiniz. Azərbaycan və rus dilini. Sadəcə nəzarət eləmirsiniz yoldaşlar. Yəni, həmçinin uşaqlarla faydalı və maraqlı vaxt keçirməlisiniz. Oyunlar, kitab oxumaq, gəzintilər, inkişaf etdirici məşğələlər icra eləməlisiniz. Bu tipli bir işdir. Bəzən isə uşağa yemək hazırlamaqda kömək edirsiniz. Yəni, fikir versinizsə, uşağa yemək hazırlamağı da sizin əsas vəzifə öhdəliyiniz qoymayıbdır. Əsas vəzifə öhdəliyi qoyubdur ki, misal üçün, yəni sadəcə də açıq aydın da bildirilir ki, nəzarət eləmirsiniz. Yəni, uşaqlarla faydalı vaxt keçirməlisiniz. Əgər elə bir şəxssinizsə, yaş həddini bildirilməyib yoldaşlar. Ona görə də rahatlıqla bir çoxunuz müraciət edə bilərsiniz buna. Belə bir işdir. Rus dilini bilirsinizsə və Azərbaycan dilini bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə digər dayə işlərlə də tanış olmaq istəyirsinizsə, əlaqə vasitəsinə yaza bilərsiniz. Ümumiyyətlə, iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Profildə də əlaqə vasitəsini götürmək üçün siz bu videonu harda görürsünüzsə, orada Toğrul Əcəv adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra, yəni siz bu videonu yəqin ki, Toğrul Əcəv adlı kanalda görürsünüz. O halda elə Toğrul Əcəv adlı kanala daxil olun, həmin adın üzərinə toxunaraq. Kanala daxil olduqdan sonra profilə diqqət edin. Profildə əlaqə vasitəsini görə bilərsiniz. Diqqət eləsəniz və həmin əlaqə vasitəsini götürüb mesaj yazа bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.